Məsələ 7. İfadənin qiymətini tapın. A bərabərdir. İst 2011 üstə gəl 1, vuraq İst 2012 üstə gəl 1, vuraq İst 2013 üstə gəl 1, vuraq və s. İst 2020 üstə gəl 1. Deməli, belə bir kompleks ifadədir. İ kompleks ədəddir və bu ifadənin qiymətini tapmaq tələb olunur. İlərin qüvvətinə baxıram. 2011, 2012, 2013, 1 artır 2014'dən düz 2020'ye qədər. Və buradan mən götürürəm, orada iştirak eləyəcək növbəti ortada burada 2013'dən sonraki ifadəni i'nin üstü 2014. Üstə gəl 1 vurğunu götürürəm o ifadədən. Və bunu belə çevirək. Bunu yazıram i'nin üstündə 4 vur 503 olacaq və vuraq i'nin kvadratı 4'də 3 12, 4'də 1 2012, bu da 2014 eləyir. Üstə gəl 1. Bunu yazanda i'nin üstü bərabərdir. İ'nin üstü 4. Bu şəkildə yazıram. 503. Vuraq i'nin kvadratı üstə gəl 1. Bərabərdir. Və kənarda aydınlaşdırıram. İ'nin kvadratı bildiyiniz kimi -1'dir. İ'nin üstü 4 bərabərdir. -1'in kvadratı müsbət 1. Bunları ifadədə nəzərə alıram. İ'nin üstü 4 bizə verəcək bu ifadə verdiğinin üstü 4. 1. 1'in üstü 503 1 verdi. Vuraq i kvadratı da -1'dir. Deməli 1 vuraq -1 üstə gəl 1 aldıq. Bu da bərabərdir. -1 üstə gəl 1 bərabərdir 0. Deməli sonlu sayda belə bir hasildən ibarət olan A ifadəsində i'nin üstü 2014 üstə gəl 1 cəmi 0'a bərabər oldu. Vuruqlardan biri 0 olanda onda A ifadəsinin qiyməti də bütün vuruqları 0'a vurdu, 0 alınır. Beləliklə, verilən kompleks ifadənin qiyməti A bərabərdir 0 alınır.